Bolnesinin tarixinə dair sənədli film və foto sərgisinin premyerası olub. Rejissor Toma Çagilişvili itirilmiş fotoqrafların hekayəsi sənədli filmində keçmişin hekayəsini müasir dünyada canlandırıb. Qapalı premyera nümayişi ilə yanaşı Bolnesidən olan naməlum fotoqraf Ervan Xangulyantsın foto sərgisi də keçirildi. Filmdə Bolnesinin özünə məxsus memarlığı bərpa olunmuş şərabçılıq, yerli şərabçıların məhsulları və daha çox şey təsvir olunur. Film Katarinenfelddə, indiki Bolnesidə 19-cu, 20-ci əsrlərinin hekayəsini və müasir şəhərin ən qədim evlərindən birinin çardağında aşkar edilmiş foto arxivi izah edir. Alman kolonistlərinin və gürcülərin gündəlik həyatını, adət-ənənələrini və fəaliyyətlərini təsvir edən əsərdir. Tədbirdə mərkəzi və yerli hökumət rəsmiləri, mədəniyyət sektorunun nümayəndələri iştirak ediblər. Tədbir Aremci şirkətinin dəstəyi ilə Gürcüstan Milli Arxivinin kinoteatrında keçirilib. Məndə çox böyük təəssüratlar yaratdı. Biraz qəmləndik. Toma bəyə təşəkkürümü bildirirəm. 200 il öncəki Bolnesini bizim üçün canlandırdı. Yüzillərdir tərk edilmiş evin eyvanında olan şəkil albomu Bolnes tarixini tam fərqli şəkildə bizə göstərir. Bolnes hadisələri neqativdən pozitivə çevirir. Mən bu sənədli filmi hazırlayanda özümü çox xoşbəxt hiss etdim. Fotoların tapılması filmin məğzini dəyişdi. Əsas diqqətimizi foto arxivə yönləndirdi. Biz Bolnes üçün əhəmiyyətli olan bu filmin layihəsində yer almamıza görə çox şadıq.